Hacı, möhür yoxdur, pak təmiz torpağın üstündə namaz qılmaq olar. Möhür yoxdursa namazı necə qılmaq olar? Əslində elə möhür torpaqdır, pak təmiz torpaq da möhürü əvəz edəcək bir torpaqdır. Möhürün bizim üçün özəlliyi, xüsusiliyi ondan ibarətdir ki, möhür adətən Həzrəti İmam Hüseyin əleyhissalamın Kərbəlada şəhid olması, o mübarək imamın qanının Kərbəla torpağına tökülməsi Kərbəla torpağını bizim üçün müqəddəs edir. Kərbəla torpağını bizim üçün daha dəyərlidir. Və İmam Zeynul Abidin əleyhissalamın Kərbəla hadisəsindən sonra Kərbəla torpağını dəsmalın arasında gətirib evdə onun üzərində namaz qılması bizim üçün də bir ənənəyə çevrilib ki, biz Kərbəla torpağının üzərində onu biz belə deyək, dəsmalın arasında toz şəklində də qoyub üzərində namaz qıla bilərik və yaxud da kristal formasında biz onun üzərində alnımızı qoyub namaz qılırıq. Nəticə etibarilə məqsədimiz möhürə ibadət etmək yox, torpağa alnımızı qoymaqdır. İbadətimiz təbii ki, qulluğumuz, bəndəliyimiz Allahadır. Onun üçün də möhür olmayacağı yerdə biz həsirə, torpağa, daşa, quma, bu kimi məsələlərə də alnımızı qoyub səcdə edə bilərik.